Hörmətli yoldaşlar, dəyərli kanal izləyiciləri, hər birinizi salamlayıram. Ümid edirəm yaxşısınız. Mənim isə səsimdə olan narahatlığı artıq yəqin ki siz də hiss elədiniz. Ümid edirəm ki buna anlayışla yanaşacaqsınız və bundan ötürü sizə təşəkkür edirəm. Mən isə 20 variantlı sınaq imtahanı kitabından ikinci sınaq imtahanının suallarını izah etməyə çalışacağım və qeyd edim ki bu sınaq imtahanı say sistemlərinə aid suallardan ibarətdir və keçid ala bilərik həmin sualları. İlk öncə sual belədir. Birinci sual. Mövqeyli say sisteminin əlifbasındakı simvolların sayı necə adlanır? Demişdik ki, say sistemləri mövqeyli və mövqesiz olmaqla hissələrə bölünürdü. Mövqesiz say sistemləri Rum rəqəmlərindən ibarət olan say sistemləri idi. Mövqeyli say sistemləri isə onluq, ikilik, səkizlik, yeddilik və s. kimi say sistemlərindən formalaşan bir say sistemi idi. Və say sistemindəki simvolların sayı isə say sisteminin əsasını bildirmiş olurdu. Burada doğru cavab E variantı. Yəni nə deməkdir bu? İkili say sistemində 0, 1, 2 dənə rəqəm var. Yani ikili say sistemi. Onluq say sistemində 0, 1 və 9'a qədər 10 dənə rəqəm var. Yəni onluq say sistemi. Keçid alırıq ikinci suala. Ədədini 8'li say sistemində təsvir edin. İkili say sistemində verilmiş ədədi 8'li say sistemində göstərməkdən ötürü ikili say sistemindəki rəqəmləri 300 qruplaşdırırıq. Və burada yazıram. 300 qruplaşdırdıq, 300 qruplaşdırdıq. Və hər birini 1, 2, 4 qaydası ilə düzürük. Və qeyd edim ki, say sistemlərinə aid olan YouTube kanalında 4 video hazırlamışam. Bu üsullara oradan daha ətraflı baxa bilirsiniz, əgər bu kimi çevirmələrdə çətinliyiniz varsa. Deməli 1, 2, 4 hər birini bu şəkildə yazırıq. 1, 2, 4 və 1. Artıq buradan görə bilirik ki, 1, 2, 4 qaydasına görə hardakı 1 var, onları toplayırıq, 6 edir. Burada 1 var, onu topladığımız anda ancaq 6 edir burada. Və eyni zamanda burada yenə də 6 edir və burada 1 edir. Yəni 1, 6, 1, 6, 8'li say sistemində qiymətini almış oluruq. Üçüncü sual. 2y 16 ədədini ikili say sistemində təsvir edin. Əslində bunu da yenə daha sürətli əldə edə bilərsiniz. Mən ümumi bu şəkildə izah etməyə çalışacağım. Deməli 16'lı say sistemi dediyinə görə, necə ki 8'li say sistemini 1, 2, 4 yazdıq. 16'lı say sistemini bu 1, 2, 4, 8 kimi yaza bilirik və say sistemində rəqəmləri burada yazırıq. 2, y və a. Bizə lazımdır ki, buradakı həmin ifadələri necə ala bilərik? 2'ni almaqdan ötürü bizə lazımdır 2'dən istifadə edir. 2'dən istifadə etdiksə buna 1 yazırıq, digərlərinə 0 yazırıq. Y nə deməkdir? Y 14 deməkdir. 14'ü necə alacağıq? 8'dən, 4'dən və 2'dən istifadə etməklə. 8'in üstündən 4, 12, 12'in üstündən 2, 14 aldıq və artıq bir istifadə edəmədiyimizə görə 0 aldıq. A isə nə deməkdir? 10 deməkdir və bu deməkdir ki, 1'dən və daha doğrusu 8'dən və 2'dən istifadə etdik. O zaman bu şəkildə yaza bilərik. Və bunu yazdıqsa bu ifadələri yan yana düzə bilərik. Yəni 2'nin qarşılığı olarak bunu yazırıq. 0, 0, 1, 0. Y'nin qarşılığı 1, 1, 1, 0 və onun qarşılığı isə 1, 0, 1, 0. İlk rəqəmləri saymaya bilərik. Belə bir qiymət alacağıq və bunu görürsünüz. Deməli 101, 110, 101, 110, 10, 10 bu şəkildədir. 101, 110, 10, 10 elə A bəndi bu varianta doğrudur. Ümid edirəm ki, düz seçdik. Keçə bilərik 4-cü suala. Ədədini onluq say sistemində təsvir edin. İkili say sistemindədir. Bunu 0, 1, 2, 3 qaydası ilə gedə bilərik. 0, 1, 2, 3 ya da 1, 2, 4, 8 qaydası ilə gedə bilərik. Və bunu yazdığımız anda artıq üstlərdəki ifadələr toplaya bilərik. 8 üstə 4, 12, 12 üstə 2, 14, 14 üstə 1, 15 cavabını alırıq. 5-ci sual. 76, 16, onluq ədədini 8'li say sistemində təsvir edin. Yəni 76'nı biz 8'li say sistemində keçəcəksə 8'ə böləcəyik. 9 dəfə 8, 72. Burada qaldı 4. Və 9'u da 8'ə bölürük. Bir dəfə 8, 8, 1. Yəni 114. Doğru cavab D bəndi. 6-cı sual gəldik. 135 8 ədədini onluq say sistemində təsvir edin. Deməli bunda 0, 1, 2 qaydasından istifadə edib yaza bilərik. Yəni 1 bıraq 8'in kvadratı üstə gəlir 3 bıraq 8 üstü 1, üstə gələr 5 bıraq 8 üstü 0. Bu da bərabərdir 64, üstə gələr 24, üstə gələr 5. 64, 24, 88 üstəyə 5 gələndə 93 cavabını alırıq 6-cı sualda. 7-ci sual. Ədədinin açıq yazılış formasını müəyyən edin. Yəni bu altılıq say sistemindədir. 0, 1, 2, 3, 4, 5. Necə yazacağıq? 4 vuraq 6 üstü 5. Bu getdi, bu getdi, bu getdi, bu getdi. Də doğru cavab A bəndi. Yenə də yoxlasaq 4 vuraq 6 üstü 5, 4 vuraq 6 üstü 4, 5 vuraq 6 üstü 3, üstə gəlir 3 vuraq 6 üstü 2.
Artık 0 olduğuna göre bunu hesaplamadık. Burada yazılmayıb və 1 bırak 6 üstü 0 həqiqətən də doğru olduğunu görmüş olduq. 8-ci sual ikili say sistemində ifadələrin toplanmasıdır. Elə bunu gəlin ikili say sistemində toplayaq. Siz bunu onluq say sistemine keçirdib də toplaya bilərsiniz, amma bu qaydanı istifadə edirik. 1, 1, 0, 1, 1 və buradan da yazıram 0, 0, 1, 1, 1. Bu şəkildə yazırıq, toplayırıq. 1'in üstüne 0, 1, 1'in üstüne 0, 1, 0'in üstüne 1, 1, 1'in üstüne 1, 2 edir. Yani biz burada 0 yazırıq. 1 yadda 1'in üstüne 1, 2, 1 yadda 3. İkili sayısının 3 olmadığına göre burada təzədən 1 yazırıq. Həmin qalığı bura gətiririk və 0 bu olur, 1 də bu olur. Bu şəkildə yazdıq. Yəni ki, bu üsulu bildiniz. Yəni ikili sayısında bu şəkildə yazdıq. 1'in üstüne 1 gələndə 2 edir. 2 yoxdur ikili sayısında. 2'ni əgər biz 2'yə bölsək, bir dəfə 2, 2, 0. Həmin bu 0'ı yazıb, qalığı nəzərə alaraq. Bu şəkildə getdi. Növbəti dəfə də 3 elədik. 3'ü təzədən 2'yə böldük və ardıcıllıq yəqin ki bilirsiniz. Və 8-ci sual. Cüt ədədi müəyyən edin. Burada necə demişdik? Demişdik ki, əgər ədədlərdə əsas cütdürsə və sonu 1 ilə qutarırsa, bu tək ədəddir. Burada görürsünüz ki, 2'dir və burada 8'dir və görürsünüz ki, 1 ilə qutarır. Bunlar tək ədəddir. Amma digərlərində əsas təkdir. Əsas təkdir və hər birinin sonunda 1 var. Burada necədir? Əsas tək olarsa və içərisindəki birlərin sayı tək olarsa, bu ifadə təkdir. Burada görürsünüz ki, 3 dənə 1 var, təkdir. 3 dənə 1 var, təkdir. Doğru cavab B'dir. Yəni əsas tək, birlərin sayı cüt olarsa ifadə də cüt olmuş olur. Bunu bildik. Keçirik 10-cu suala. Doğru münasibəti müəyyən edin. A16, 10-16. Əsaslar eynidir. Amma bura baktığımız anda burada görürük ki, tək rəqəmli ifadədir. Burada 2 rəqəmli ifadədir. Təbii ki, əsaslar eynidirsə 2 rəqəmli olan daha üstündür. Amma yenə də belə bir nəzərə alsaq ki, bunun qiymətini yazsaq, bu 10 edir onluq say sistemində və baxsaq ki, onluq say sistemində 10 ilə 16 say sistemində 10 həqiqətən əsası böyük olan daha böyükdür. Demək ki, bu yanlışdır. Yenə də burada da eyni nümunəni görə bilərik. 37 və 37-dir. Bunun əsası böyük olduğuna görə əslində bu böyük olmalı. Yəni bərabərdir şərti yanlışdır. Yəni bu hər birini yoxlamaya ehtiyac yoxdur əslində. Daha qısaları, daha rahatları yoxlaya bilərik. Eyni məntiqi burada da tətbiq edəsək görürük ki, 25 25-dir. 6 8-dir. Yəni əsası böyük olan həqiqətən böyükdür və elə doğru cavab da budur. 10-cu sualda doğru cavab B bəndi. Onluq say sistemində verilmiş belə bir ifadədir. 2 üstü 2000 üstünə gəlir 64 bu şəkildə və 32. Yəni bu deməkdir də. Yəni buna aid dəfələrcə məsələlər işlənilib. Üstə gəlirik. 2 üstü 6 deməkdir. 6-nı da 3-ə vuranda 2 üstü 1800 deməkdir və üstə gələkdə 2 üstü 5 deməkdir. Əslində buradan görürük ki, artıq 3 dənə 1 olacaq və sıfırların sayını soruşur bizdən. Necə tapacağıq? 3 dənə 1-dirsə, ümumi də 2 üstü 2000 nə deməkdir? 1-in yanında 2000 dənə 0. Bir 1 var, bir də 2000 dənə 0 var. O zaman 2001 ədəd edir. Birlər də çıxanda A bəndini ala bilirik. Yəni bunu izah edeyim. Ola bilər ki, kiməsə qaranlıq qaldı. 2 üstü 2000 nə deməkdir? Yəni hətta bir qədər də sadələşdirək. 2 üstü 3 nə deməkdir? 1-in yanında 3 dənə 0. Yəni 3 dənə 0, bir dənə 1, 4 simvollu bir ifadə alınmış olur. İndi burada daha böyük ifadədir. 1-in yanında 1, 2, 3, 4 ta ki 2000 dənə 0. Yəni burada 2001 dənə ədəd edəcək. Bu isə 1-in yanında 1800 dənə 0 edəcək. Yəni o buradan başlayacaq. Bu şəkildə gedəcək. İkili say sistemi. 2 üstü 5 nə deməkdir? 1-in yanında 5 dənə 0 deməkdir. Bu şəkildə gedəcək və görürsünüz ki, yəni burada artıq ümumi nəticədə bunları topladığımız anda təbii ki 1 sıfırlar 1 gələcək, 0 0 1 gələcək, 0 bu şəkildə gedəcək və yekun olaraq görəcəksiniz ki, 3 dənə 1 var, qalanları, yəni 1998 dənəsi 0 olacaq. Ümid edirəm ki, bu aydın oldu. 12-ci sual. Hasili hesablayın. Yenə də ikili say sistemində olmuş ifadələrin bir-birinə vurulmasıdır. Bunu yazırıq 1 0 1 1 və 1 1 1. Bunları bir-birindən vururuq. Yenə də burada yazıram 1 1 0 1 1 1 0 1 və 1 1 0 1. Hər biri 1 olduğuna görə eyni ifadəni aldıq. İndi bunları toplaya bilərik. 1 gəlir bura. Yenə bayaq göstərdiyim üsulla. 1-in üstə 1 2. 2 yaza bilmədiyimə görə 0 yazıram 1 yadda. 1-in üstə 1 2, bir də yadda 3. 3 yaza bilmirəm 3 2. Bölür qalığı yazılır. 1 1 yadda. 1 1 2 edir 1 yadda. 3 3 2 yenə 1 1 yadda. 2 eləyəcək. Yəni 1 bu, bir də yadda qalan 2 0 yazıram. 1 yadda, 1 var, yenə 1 yadda 0 yazıram və 1.
111.01. 111.01 ilə A bəndidir 12-ci sualda. Keçid ala bilərik 13-cü suala. 36 8-ci say sistemindədir. 0-1 yazsaq bura və bu da 16-lıq say sistemində 0-1. Yəni bunları onluq say sistemi keçirdək ki, daha yaxşı müqayisə apara bilək. Yəni bu nə deməkdir? 3 vuraq 8 üstü 1, üstə ilə 6 vuraq 8 üstü 0. 24 6 30-dur. İlk olaraq belə yazıram 30x və bunu da yazsaq buradan f vuraq, f neçədir? 15'dir. 15 vuraq 16 üstü 1, yəni üstə ilə 5 vuraq 16 üstü 0. Bu 1 edir, 5'e vuranda 5 edir. Bu da 15 240 245 edir. Toplam yəni. Kiçik bərabərdir 245. Bunu belə yaza bilərik. 31 kiçik bərabərdir. X kiçik bərabərdir 245. Tam ədəddən söhbət gedir. Bu şəkildə yazırıq. Bunu nəsə tapırdıq bu aralıqdakını. Yəni 245-dən biz 31'i çıxıb üstünə 1 gəlirdik. Və bu da bizə verəcək 215. Deməli, Y bəndi. Keçid ala bilərik 14-cü suala. Bunu istəyirəm ki, bizə əlavə yer olsun burada. 14-cü sual. 32x bərabərdir 43y. Bərabərliyində y-in mümkün müsbət qiymətində x-in ən kiçik qiymətini müəyyən edin. Yəni 0, 1, 0, 1. Biz bunu onluğa gətirməyə çalışırıq. Necə olacaq? 3x plus 2, artıq bu üsulu hər kəs bilir onsuz da, və 4y plus 3 yaza bilirik. Və bir qədər sadələşdirə də bilərik. 3x bərabərdir 4y plus 1. İndi burada nədən söhbət gedir? Bu ifadədən görürük ki, yəni y 4 rəqəmi varsa, bu ən minimum qiymət olaraq 5-dən başlamalı. Yəni y 5 ola bilər, ən minimum. Niyə minimum axtarır? Çünki bizə x-in ən kiçik qiyməti lazımdır. Yəni y-in ən kiçik qiyməti lazımdır ki, x-in də ən kiçik qiyməti ona uyğun olsun. Və yoxlayaq. Deyək ki, artıq burada yazmışıq. Y 5 olarsa, y bərabərdir 5. Necə olacaq? 3x bərabərdir 4 vuraq y plus 1. 4'ü 5'e vuran 20, 21. X də bərabərdir 7 almış oluruq. 15-ci suala keçək. Onluq ədədi, üzr istəyirəm, 100 onluq ədədini əsası 9 olan say sistemində təsvir edin. 100 onluq ədədini 9'a keçəcəyik. 100'ü bölürük 9'a. 11 dəfə 9, 99, qalıq 1. 11 9'a bölürük, bir dəfə 9, 9, qalıq 2. Yəni 1, 2, 1. 9'luq say sistemində 15-ci sual. 16-cı sual. 1358 onluq ədədinin ikilik yazılışında birlərin sayını müəyyən edin. Əslində bu ifadədə 1358-i 2-yə bölə-bölə gedə bilərik. Amma çox böyük qiymət olduğuna görə biraz daha çox belə deyək də zamanımız gedə bilər. Bunu parçalamaqla da həll edə bilərik. Yəni 2 üstü şəklini göstərə biləcəyimiz ədəd şəklinə gətirib daha rahat vəziyyətə salmaq istəyirik. Deməli ilk öncə 1358 isə 210, yəni 1024 yaza bilərik. Üstünə 512 gəlsək daha böyük qiymət eləyəcək deyə ondan sonraki qiyməti 256 gəlirik. Daha 64 gələ bilərik. Biz bundan nə qiymət aldıq? Burada yoxlayaq. Deməli 1024 plus 256. Bu 1280 etməsi lazımdır. Bəli. Bu edir 1280. Üstünə 64 gəlirik. Bura 4, 4, 1344'dür. 1344 bizə lazım 1358. 8 gəlirik. 1352 burada yazıram 8 üstə gələk bizə lazım 1358 alaq üstə gələk 4 1356 bunu belə hissə yazıram ki yəni nəyə görə belə yazdım biləsiz və üstə ilə 2 gəlirəm ki 1358 yəni plus 4 plus 2 bu şəkildə yazırıq. Bu nə deməkdir? Bu 2 üstü 10 deməkdir. Bu 2 üstü 8 deməkdir. 2 üstü 6 deməkdir. 2 üstü 3 2 üstü 2 və üstə ilə 2 üstü 1. Buradan görürük ki 2 üstü şəklində göstərə bilən ifadələrin sayı 6 dənədir. Avtomatik olaraq bilə bilirik ki burada cavab 6'dır. Yenə də burada yuxarıda olan məsələlərdən birində bu şəkildə göstərmişdik. Ora qayıdıb baxa bilərsiniz. Haradaydı, harasa yazdım onu. Baxın 11-ci sualdakı qayda ilə əslində bu şəkildə birbaşa yaza bildik. Yəni 2 üstü 10, birin yanında 10 dənə 0 olacaq. Birin yanında 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 dənə 0 olacaq. Amma 2 üstü 8'də birin yanında 8 dənə 0 olacaq. 1, 2, 3, 4, 5, 6, 7, 8 bu şəkildə. Və yenə də həmçinin 64'də artıq birin yanında 2, 3, 4, 5, 6 dənə 0 olacaq. Və görürsünüz ki bu birlər elə bizə ümumi cavabı verir. Yəni bunu yazmadan belə buradan tapa bildik. 17-ci suala baxa bilərik.
17-ci sualda bir dəqiqə bunu silək. Ne yazarıq buradan? 0, 1, 2. Bu qalsın. 0, 1, 2. Bu ikisinin say sistemindədir. 5'lik və 7'lik say sistemindədir. Yazaq bu şəkildə. Deməli, 1 vuraq x-in kvadratı. X-in kvadratı plus 2 vuraq x üstü 1, yəni 2 qız. Üstə gəlib 1 vuraq x üstü 0, artıq 1 verəcək. Elə 5'li say sistemində 1, 10'luq say sistemində də 1'dir və bərabərdir. 1 vuraq 7'nin kvadratı, yəni 49, 0'ı saymırıq. Və 1 vuraq 7 üstü 0, bu da yenə də 1 edir. Deməli, aldıq ki, x kvadratı plus 2 qız, bu 50 eləyəcək, bu isə 2 eləyəcək. Yəni, çıxaq 48 bərabərdir 0. Buradan d-ni tapa bilərik və yaxud da ki, bunun v teoremini də eləyə bilərsiniz. Mən d bərabərdir yazıram. B kvadrat 4 plus 4ac, yəni 4'ü vuracaq 8 dəfə 32, 492 və bu da eləyir 196. Bundan da kök çıxır. Yəni, bildiniz, x bərabərdir. Mənfi qiymət bizə lazım olmayacaq. Müsbətə baxacaq. Mənfi 2 üstə gələk. Kök altda d, yəni 14 bölək 2a 2. 14'dən 2, 12, 12'ni 2'ye böləndə 6 cavabını almış oluruq. 18-ci suala baxaq. Deməli, 55, 0, 1 bu ikisidir və 0, 1, 2. Bu da 18-ci sualda 6'lı say sistemində. X-in qiymətini 16'lı say sistemində göstərəcək, amma ilk öncə bunu 10'luğa keçirək. Bu necə olacaq? Yazıram. 5 vuraq 7, 5 vuraq 7, yəni 35. Üstə ilə 5 vuraq 7 üstü 0. Üstə ilə 5. Üstə gələk x bərabərdir. 3 vuraq 6'nın kvadratı. Yəni 36'ya vuracaq. 3'ü 36'ya vuracaq. 3'dən 6, 18, 108 edir. 108'in üstünə gəlirik. 2 vuraq 6 üstü 1, yəni 12. Bunun da üstünə gəlirik. Yenidən 5. 5 vuraq 6 üstü 0, bəli. Bu 5'ləri əslində buradan silə bilərik. Burada 108, 12. 120 edir. X bərabərdir. 120'dən də 35 çıxanda 85 edir. 85 aldıq. 10'luq say sistemində almışıq bunu. Bizdən soruşulan 16'da say sistemindeydi. 85'i də 16'ya böləndə 5 dəfə 16, 85 və salam 5, 5. 16 almış oluruq. 18 B bəndi. 19-cu suala artıq baxa bilərik. Deməli, sinifin faizi qız. Neçə faizi qız olduğunu tapaq. 1, 2, 4, 8, 16 və 32. 32, 8, 40, 16, 4, 20. Yəni 60% qızdır. Görək neçə nəfər oğlandır? 1, 2, 4, 8 və buradan da görək ki 12 nəfəri oğlandır. 60% qızdırsa, demək ki 40% oğlandır. Biz bunu ayrıca tapa bilərik. Oğlanların sayı bəlli olduğuna görə 40% olduğunu 60'ı tapıb, qızları tapıb sonra da yoxlaya bilərik. Ya da ümumi də yoxlaya bilərik. Belə yazıram. Deməli, 12 nəfər 40% isə, görəsən 100% neçə nəfər idi? Bizə ümumi lazımdır. Bu da bərabərdir. X-i tapırıq. Harada yazaq? Burada yazalım. X bərabərdir. Bunları X-ə apara bilərik. 12 vuraq 10 bölək 4. 12'nin 4'e 3, 30 almış oluruq 19-cu sualda. 20-ci suala gəlirik. 0, 1, 2, 3 rəqəmlərindən düzəlmiş bütün 4 rəqəmli kodlar artma sırası ilə yazılmışdır. Siyahının əvvəli aşağıdakı kimidir. Burada qeyd olunub 0, 0, 0, 0, 0, 1, 0, 0, 2. Sıra nömrəsi 215 olan kodu müəyyən edin. Deməli, bu ifadələrə yenidən fikir verək. 0, 1, 2, 3 rəqəmlərindən ibarət kodlaşdırılır və baxırıq ki 0, 0, 0 gəlib, 0, 0, 1 gəlib, 0, 0, 2 gəlib, 0, 0, 3 gəlib, 0, 0, 4 gəlməyib. Yəni və buradakı rəqəmləri nəzərə alaraq baxırıq ki, bir qərar verə bilirik ki, bu dörtlü say sistemindədir. Dörtlü say sistemindədir və buna da fikir verək ki, ilk başlanan 0, 0, 0'dan başlayıb. Yəni birincidə 1 deyil, ikincidə 1-dir, 3-də. Yəni rəqəm nömrəsindən bir vahid az olduğunu nəzərə alaraq 215'i o zaman 214 tapacağıq. Bir vahid az. 215'ten 1 çıxacaq, 214 tapdıq. İndi bu 214 onluqdadır kod. Bizə lazımdır ki, bunu dörtlük say sistemində göstərək və o zaman da nəticəni almış olacağıq. Deməli, 214'ü bölürük o zaman 4'ə. Belə yazaq, 21, 5 dəfə 4, 20. Bir yazıram, 4'ə gətirdik burada. 3 dəfə 4, 12 və 2. Burada qalığı aldıq. 53'ü 4'ə bölürəm. 13 dəfə 4, 52. Burada 1 alındı. 13'ü 4'ə bölürəm. 3 dəfə 4, 12, 1. Ümid edirəm düz yazdıq. 3 dəfə 4, 12, 1. Bunu da yazdıq. Deməli, 3,
Bu şəkildə gəlir. 3, 1, 1, 2. Doğru cavab A bəndi. 3, 1, 1, 2. Üzr istəyirəm. A bəndi yox, C bəndi. 3, 1, 1, 2. C bəndi. 21-ci sual. Artıq 4-ə tam bölünən ədədləri müəyyən edin. Ədədin 4-ə bölünməsi üçün birinci növbədə şərtdir ki, bu ədəd cüt olsun. Burada görürük ki, əsas 2-dir, yəni cütdür, amma son rəqəmi 1-dir. Demək, bunu indidən silə bilərik. 3 olanlar harda varsa, bunu sildik. Bunu sildik. Qalırıq 4, 5-dən 1, 2 arasında və 1-ə baxırıq. 1, 2, 4, 8 və 16 qaydasını istifadə edəsək, 16 üstü 4, 20 edir. 20 də 4-ə bölünür. Deməli 1 var. Burada 1 olmadığına görə elə bunu seçə bilərik. 2-ni də özünüz yoxlayıb dəqiq baxa bilərsiniz. Keçirəm 22-ci suala. Nəticəsi 50-dən böyük olan ifadələri müəyyən edin. Deməli bir tərəf 8-li say sistemindədir, digər tərəf 2-li say sistemindədir hər birində. 50-dən böyük olanlar baxa bilərik burada 1, 2 yazacağıq, 4, 8, 16 və 32 yazacağıq. Bu eləyəcək 34. Buna da 0, 1 yazsaq 3 vuraq 8, 24, üstdən də 2 gələndə 26, 32, yəni bu daha doğrusu 34. Bu 50-dən böyükdür. Harda 1 varsa artıq bunu hesablaya bilərik. Qalırıq 1, 4 və 1, 2 arasında. 2-ni yoxlayaq. Bura baxırıq. 27, yəni 0, 1 ilə hesablasaq 2 vuraq 8. 16-nın üstündən gəlirik 7, bu edir 23. Bunda 1, 2, 4 və 8, 16 qaydasından 22 edir. Yəni bu 50-ni keçmədi. Bu ifadədən söhbət gedir. O zaman B variantı deyil, A variantını seçə bilərik. Yəni hər halda bu doğrudur, istəsəz yoxlaya bilərsiniz. X-in hansı qiymətində bərabərliyi doğru olar? Bunu əslində belə yaza bilərik. Deməli 3, x, 6 və eyni zamanda 1, 6, x. Topladığımız anda nə almışıq? 5, x və 3 almışıq. Əslində bu tipə uyğun olan məsələ elə Dil Nəziriyyə kitabında var idi, topluda da və ya da ki, müxtəlif vaxtlarda suallar işlənilib. Burada necədir? Yəni ilk öncə mən bunu göstərmək istəyirəm. Əgər biz məsələn belə bir ifadə toplasaq, sadə bir ifadə yazıram. 6 üstə edək 5 deyək. 7-li sayısını ifadələr toplasaq. Necə toplayırdıq? Burada 6 üstə 5 gəlirdik, 11 edirdi. Ya 11-dən 7-ni çıxırdı, ya 11-i bölürdük 7-yə. Hər ikisində yazır. Burada deyirdik ki, 4 qalır. Yadda 1 götürürdük. Burada isə 1, 7 və 4. 4 yazırdıq, 1 yadda idi. Bunu da sonra qarşısına gətirmiş olurduq. Eyni məntiqdən irəli çıxsaq, x-in yerində hansı qiymət olar ki, onu topladıqda və həmin ifadədən 7 çıxdıqda 3 alınsın. Bura təbii ki 0 deyil ki 3 olsun, 1, 2 deyil ki, yəni bu şəkildə hesablayaq. Demək ki burada yaza bilərək ki artıq burada 4. Fikirləşin, 6-nın üzərində 4 gələndə 10, onu 7-yə böləndə qalıqda 3 alınır. Burada 4 aldıq. 3, 1 yadda. Yəni belə deyək, onu böldük 7-yə. Onu böldük 7-yə. Bir dəfə 7, 7, 3. Bu 3'ü yazmışıq bura. Fikirləşin. 1 yaddadır. 1 yaddadırsa gəlir bura. O zaman bu olur 7 və x-in də qiyməti 4 idi. 4-ün üstə 7, 11 və həmin 11-i yenə də burada yazdığımız kimi 7-yə bölsə bir dəfə 7, 4 yazırıq. Burada 4 və 1 yadda 3-ün üstündən 1, 4, bir də yadda 5 almış olur. Həqiqətən də doğru olduğunu bilirik. Amma ilk olaraq elə x-i 4 tapmışdıqsa cavabı da burada 4 olaraq qeyd edə bilərik. 5'li say sisteminin ən kiçik 2 rəqəmli ədədi. 2 rəqəmli ədəd deyir, ən kiçik deyir. 1, 0. 5'li say sisteminin ən kiçik 2 rəqəmli ədədi və 9'luq say sisteminin ən böyük 2 rəqəmli ədədi. 9'luq say sisteminin ən böyük 2 rəqəmli rəqəmləri müxtəlif demir. 88 yaza bilərik 9'luqda. Bu cəmi 10'luq say sistemində istəyir bizdən. 0, 1 yazıb bunu 10'luğa keçirdə bilərik. 1 vuraq 5 üstü 1. Yəni bu 5 edir. Bu isə eləyəcək 0, 1 yazsaq 8'i 9'a vuracaq 72. Üstünə də gələcək 8. Bu verəcək bizə 80 və 85 almış oluruq 10'luq say sistemində. 25-ci sual. 16 üstü 19 10'luq ədədinin 8'li say sistemindəki yazılışının ilk rəqəmini müəyyən edin. Deməli, burada fikir veririk nəyə? 16 üstü 19'u belə yazıram, bərabərdir. 2 üstü 4 üstü 19. Bu da bərabərdir. 2 üstü 36, 6 yazılır. 3 yadda 2 üstü 76. Bu nə deməkdir? Bu bilirik ki, 1'in yanında 76 dənə 0 deməkdir. Yəni ikili say sistemində. Və ikili say sistemində də 3 qruplaşdırırdıq. 3 bit, yəni 3 simvol. 8-ci say sistemində bir rəqəmin qarşılığı idi. Yəni təsəvvür edin ki, burada 77 dənə ifadə olacaq. 76 dənəsi 0, bir dənə 1. 77 dənə qruplaşdırsaq bunları,
Yəni ifadəni qruplaşdırsaq, deyək ki, belə yazıram. 3 dənə 0 qalacaq, sonra 3 dənə 0, 3 dənə 0. Yəni 75 tam bölünür 3-ə. Çöldə qalacaq, bunlar olacaq. Və buradan da artıq yaza bilərik. Biz ikili say sistemində olan ifadəni 8-ci say sisteminə keçirəndə belə yazırdıq. Hər birinin üzərində 1, 2, 3 yazanda 1, 2 yazırıqsa, o zaman bu nə olacaq? 2 olmuş olacaq. Deməli, doğru cavab 2. Ümid edirəm, aydın oldu. Yaza bilərik artıq 26-cı sualı da. Deməli, bərabərliyin hər bir tərəfini yenə də onluğa keçirəcəyik. Üstlərini 0, 1, 2 yazmaqla. 0, 1, 2 yazırıq, 0, 1 yazırıq. Və 1 vura x plus 1-in kvadratı olacaq. Yəni burada yazaq x plus 1-in kvadratı. 0 yazmırıq, çünki 0 nəyə vursa 0 edəcək. 1 vura x plus 1 üstü 0. Yəni 1 vura x plus 1 üstü 0. Siz bunu yazıram. Burada da əslində 1 vuraq idi. Ümumi yazıram. Deməli, növbətidə 1 vuraq x-in kvadratı, x kvadratı. Yenə 0 yazmaya ehtiyac yoxdur. Üstə gedək. 1 vuraq x üstü 0, yəni 1 vuraq x üstü 0 yazdıq. Plus 1 vuraq 16 üstü 1 üstə gedək. 1 vuraq 16 üstü 0 da bu da 1 edəcək. Aşağıda bir qədər sadələşdirək. X kvadratı plus 2x plus 1 plus bu 1 edir. 1'ə də vuran da 1 bərabərdir. X kvadratı plus 1 üstə gələk 16 üstə gələk 1. Bu nəzərə aldıq və x kvadratlarını silə bilərik buradan. 2x nəyə bərabərdir? 2x bərabərdir. Bu 1 və bu 1. Eyni zamanda bu 1'lər getdi. 16 elədi. Və buradan da çıxardırıq x bərabərdir 8 almış olduq. 27-ci suala gəldik. Deməli, 54, 76, 37. Hər biri onluq say sistemindədir və müqayisə üçün bizə verilən ifadələr isə hər biri ikili say sistemi. Yəni bu əslində daha rahatdır ki, onsuz da hər birini ikili say sisteminə keçirəcəyik. Amma ikili say sistemindən necə keçə bilərik? Hər birini 2-yə bölə-bölə gedə bilərsiniz. Bu onsuz da bildiyimiz ilk üsuldur. Amma biz bunu parçalaya da bilərik. 54'ü necə parçalaya bilərik? 54'e yaxın olan 32 var. 2 üstü şəklində göstərə biləcəyimiz ifadədən söhbət gedir. 32'nin üzərinə 16 gəlsək 48. 48'in üzərinə 8 gəlsək yox. 48'in üzərinə 4 gəlirik. 52 eləsin üstünə də 2 gəlirik. Yəni buradan əslində bilirik ki biz burada 4 dənə 1 olacaq. Bəs neçə dənə 0 olacaq? Bu zaman baxırıq ən böyüyə. 32 nə deməkdir? 32 bərabər 2 üstü 5 deməkdir. 1'in yanında 5 dənə 0. 5 dənə 0 və bir dənə 1, yəni 6 simvol edir. 6 simvolunun 4'ü 1'dir. Bunlara 1 deyə bilərik artıq. İkisi qalır 0. İstəyirsiniz bu 54'ü o şəkildə yazaq, digərini artıq onu yazmayacaq. Yəni nə deməkdir? 32 nə deməkdir? 1'in yanında 1, 2, 3, 4, 5 yazdım. 16 nə deməkdir? 1'in yanında 1, 2, 3, 4, 4 dənə 0. 4 nə deməkdir? 1'in yanında 2 dənə 0 və 2 də 1'in yanında 0. Bunları toplayanda necə edirik? 0 gəlirdi, 1 gəlirdi, 1 gəlirdi, 0 gəlirdi, 1 gəlirdi, 1 gəlirdi. Və görürük ki, burada həqiqətən də 4 dənə 1 var, 2 dənə 0 var. 6 simvolu bir ifadə alındı. Və həqiqətən də bax, birlər bunlar idi dostlar. 1, 1, 1, 1. Bildik ki, 4 dənə 1, 6 dənə ifadədən 4'ü 1, ikisi 0. Yəni bunu necə bilə bilərik? Bu o deməkdir ki, birlərin sayı 4 ədəd oldu, 4 ədəd. Sıfırların sayı 2 ədəd. Yəni birlərin sayı sıfırların sayından 2 dəfə çoxdur. Və yaxud da ki, 2-də 2 vahid çoxdur. Baxa bilərik ki, burada uyğun varmı? Birlərin sayı sıfırların sayından 2 vahid çoxdur. Birlərin sayı sıfırların sayından 2 vahid çoxdur. A bəndi ilə bura gəldi. A bəndin yazdıq. Bunu artıq bu şəkildə yaza bilərik. İkili sayısı birlərin sayı sıfırdan 5 yox. İkili yazılışda sıfırların sayı birlərin sayından 2 vahid 2 dəfə azdır. Aha. Sıfırların sayı birlərin sayından 2 dəfə azdır. Sıfırların sayı birlərin sayından elə bu da bura gəlir. A, C. C-ni də yazdıq. İkili yazılışında birlərin sayı sıfırların sayından deyil. Ədədin ikili yazılışında sıfırların sayı birlərin sayından 1 vahid çoxdur. Bu deyil. A, C gəldi bura. 76 necə yaza bilərik? 76'na yaxın olan ikilik 2 üstü şəklində 64'ü göstərik. Üstünə 16 yox, gəlmirik 8 gəlir. 72 üstünə gəlir 4. 72, 4, 76. Yenə bu nə deməkdir? Bu o deməkdir 3 dənə 1 olacaq. Burada yazıram. Yəni 1, 1, 1. 3 dənə 1 olacaq. Bəs neçə dənə 0 olacaq? Yenə də baxırıq ən böyük ədədə. Ən böyük ədəd nədir? 2 üstü 6'dır ya. Yəni bu düzdür. 2 üstü 6. Bu nə deməkdir? 1'in yanında 2, 3, 4, 5, 6 dənə 0. 6 dənə 0 və bir dənə 1 olduğuna görə 7 simvol var və 7 simvolun 3'ü 1'dir. 3 dənəsi 1 olacaq. Yerdə qalan 4'ü 0 olacaq. Yəni burada yazıram 1, 3 ədəd və 0, 0, 4 ədəd.
Aralarında bir fark var. Burada var idi. Bu ədədin ikili yazısı birlərin sayı yox 5 vaiddir bu. Birlərin sayı sıfırların sayına bərabərdir. İkili yazısı sıfırların sayı birlərin sayından bir vaid çoxdur. Sıfırların sayı birlərin sayından 4 ədəd budur. Bəli, bir vaid çoxdur. Bu y gəldi bura. Y'ni də yazdıq. 37-ni də bu şəkildə yaza bilərik. 32 üstə gələk 4, 36 üstə gələk 1 yaza bilərik. Buradan da baxdığımız anda yenə görəcək ki 3 dənə 1 var. Bəs neçə dənə 0 var? Yenə 32-dən istifadə etsək, 32 nəyə bərabər? 2 üstü 5-ə bərabərdir. Birin yanında 1, 2, 3, 4, 5 dənə 0 olanda 6 simvollu bir ifadə alınacaq. 6 simvollu bir ifadənin 3-ü 1-dirsə, bunlar əsasən deyirik. Demək ki, 3-ü də 0 olacaq. O zaman da baxırıq ki, bərabər olanlar var idi. Ədədin ikili yazılışındakı birlərin sayı sıfırların sayına bərabərdir. D bəndi də bura gəldi. B bəndi isə heç ara getmədi. Düz tapdıqsa 27 1AC 2Y 3D. 28-ci sual. Deməli yazılı tələb olunan suallara gəldik. Bunun əslində baxanda bilirik ki, bu minimum 5-li say sistemi ola bilər. Çünki burada 4-dür, amma yenə də yazaq 0 1 2 0 1 0 1 2. Yazırıq. 1 vuraq x-in kvadratı. Yəni x kvadratı üstə gələk 3x. Üstə ilə 4 vuraq x üstə 0 nə verəcək bizə? 4-ü verəcək. Üstə gələk 3x. Üstə gələ 2 vura x üstü 0. Yəni 2-ni verəcək bərabərdir. 2 vura x kvadratı. Yəni 2x kvadratı. Üstə gələ 1 vura x üstü 1. X. Və 0-da 0 edəcək deyə yazmırıq bunu. Bu şəkildə ifadə aldıq. 2x kvadratı, x kvadratı. Bu edəcək x kvadratı. X kvadratı bunu aldıq və 3x. Burada aldıq 3x və 3x. Elədi 6x və bu tərəfə keçirdəndə 5x. Və 4 üstə 2 6 edir. Getirdirik 6 bərabərdir 0. D bərabərdir B kvadratı 25. Üstə gələk 4 6 24. Yəni 49. X1 bərabərdir. Bizə mənfi qiymət lazım deyil. Müsbət axtarmalıyıq. Mənfi B. Mənfi B neçədir? Baxırıq 5-dir. Bu olacaq 5. Üstə gəlirik. Kök altında 49 yəni 7 bölə 2. Bu da bizə verir 12 2 6. Demək ki bu 6-lıq say sistemindədir. 29-cu sual 65 8-lik ədədi kimi təsvir olunarsa Q əsasını müəyyən edin. Yəni 65 8-lik bu deməkdir ki 0 1 yazırıq. Bu da 0 1 2. Bu buna bərabərdir deməkdir. Və birbaşa yazaq bu şəkildə. 6 vuraq 8 yaza bilərik 48. Üstə gələk 5 bərabərdir. 3 vuraq Q-nin kvadratı. Üstə gələk 1 vuraq Q, yəni Q. Üstə gələk 1 vuraq Q üstü 0. Bu da edəcək 1. Bu şəkildə yazdıq. 48-in üstünə 5 gəlib belə yazaq. 3Q kvadratı. Üstə gələk Q. Bu 53 edir. Birdən də çıxanda minus 52 bərabərdir 0. D bərabərdir B kvadratı. Yəni 1 plus olacaq 4AC. 4-ü 3'ə vururuq 12. 12-ni də vuracağıq 52'yə. 2 dəfə 2 4. 2 dəfə 1 2. Bunu yazdıq. 5 dəfə 2 də 12 də 60. 4 624 və 624 və 625 aldıq. Yenə də x1 bərabərdir. Mənfi halı olacaqmı? Olacaq. Nəzərə almır. Yəni mənfi B, mənfi 1 plus 25 bölək 2A. Yəni 2 vuraq 3 6. 25-dən 1 çıxır. 24-ü də 6-ya böləndə 4 cavabını almış oluruq. Və ən nəhayət 30-cu sual. Ədədləri azalma sırası ilə yazın. Hər bir ədədi müqayisə aparmaqdan ötürü biz bunu eyni say sisteminə gətirməyimiz lazımdır və burada yaza bilərik. Deməli 0 1 2 0 1 0 1 2 3 0 1 2 3 və bunu isə birbaşa yazaq. 1 2 4 8 16 və 32 qaydasından istifadə etməklə. Yəni burada yazıram. Birinci qoyaq bu şəkildə yazaq. 1 vuraq 6-nın kvadratı. Yəni 6-nın kvadratı üstə gələk 4 vuraq 6, yəni 24. Üstə gələk 3. Bu necə edir? 36 üstə də 24, 63. İkinci ifadəyə gəlirik. 59, yəni 5 vuraq 9, yəni bu elədir 45. Üstə gəlir 0, bu da elədir 45. Üçüncü sual gəlirik. 1 vuraq 3 üstü 3, yəni 27. Üstə gələk 2 vuraq 3 üstü 2. 18. Üstə gələk 2 vuraq 3 6. Üstə gələk 2 vuraq
3 üstü 0. Bu da edir 2. Bunu hesablaya bilərik artıq. 27, 18, 37, 45, üstünə gəlirik 6, 51 və bu da edir 53. Növbətiyə gəlirik 4-cüyə. 1 vuraq 4-ün kubu 64. Üstə gələk 0 hesablamırıq. 1 vuraq 4, yəni 4. Üstə gələk 1 vuraq 4 üstə 0. Bu da edir 1. Bu da edir 68, 69. Və nəhayət 5-ci suala gəlirik. Burada isə sıfırları silirik, 1 olanları üstünü toplayırıq. 32, 16, 48, 51. Buraya yazır 51. İndi bunları düzə bilərik. Deməli, bizdən nə soruşurdu? Azalma sırasıyla böyükdən kiçiyə doğru düzməyimiz lazımdır. 69 ən böyükdür. Bu 1-dir. Sonra 63 2-dir. 53 3-dür. 51 4-dür. Bu isə 5-dir. Artıq bu ardıcılıqda da uyğun qiymətləri özünüz düzə bilərsiniz. Yəni 69 hansını aldıq? 4-cünü. 4-cü hansıdır? Bax bu. Bunu bu şəkildə yazıb bu ardıcılıqla düzə bilərsiniz. Belə dəyərli yoldaşlar, ümid edirəm ki, sınağın izahından yararlanırsınız. Hər birinizə uğurlar. Növbəti videolarda görüşənədək. Hələlik.